Emil bəy, bu artıq dəfələrlə səslənmiş fikirdir. Mən izləyirəm ekspert cəmiyyəsini. Bəli, müharibələrin növü dəyişib, tipi dəyişib. Artıq mən özüm də bu barədə yazmışdım ki, Amerika Birləşmiş Ştatları da əhəmiyyətli dərəcədə özünün apardığı müdaxilə savaşlarını, yəni intervensiya savaşlarının planına, tərkib hissəsində xeyli dəyişikliklər edib. Fikir verirsə, piyada qoşununu hələ də salmır, amma gətirib Hörmüz boğazının yanında saxlayır. Öncəliklə onu deyək ki, hər şey plana uyğun gedir. Plan artıqlaması ilə yerinə yetirilir. Bu biraz da Putinin sözünə oxşadır. Hər şey plana uyğun gedir. Amma həqiqətən burada hər şey plana uyğun gedir. Çünki bugün bilirsiniz, artıq Amerikanın təyyarəsi aşağı yüksəklikdə transponderləri söndürmədən girdi İranın ərazisində uçuş həyata keçirdi. Bununla da nümayiş etdirdi ki, heç bir hava hücumundan müdafiə sistemi ona təhlükə deyil. Hava məkanı da hərbi ekspertlər daha yaxşı bilir. Xalqımız bilsin ki, bir ölkənin hava məkanı başqasının, yəni düşmənin əlindədirsə, müharibənin taleyi 90% həll olunub deməkdir. Və bundan əlavə bir şey deyim, hədəflərin sayı var. Hər şey riyaziyyatlandır burada Emil bəy. Məsəl üçün, çıxır, koalisiya qüvvələri açıqlama verir. Ya Müdafiə Nazirləri səviyyəsində, ya ölkə başçıları səviyyəsində. Məsəl üçün, 6000-nə qədər, özdə təkliklərə qədər gedir o hədəflərin sayı. 6366 demək, hədəf sıradan çıxarılıb. Sonra çıxır, başqa bir açıqlama verir ki, amma bu qədər də hədəf qalıb. Yəni, İran ərazisində təkliyə qədər, yəni tək rəqəmə qədər hesablanmış hədəflər var. Plan onun üzərində qurulub. Birinci o hədəflər sıradan çıxarılmalıdır. Yəni, bəzən mən eşidirəm, deyirlər, bunların planı yox idi, bu avantura idi, bilirsiniz, belə fikirlər səslənir. Bu tərəfdən biz baxmalıyıq ki, hərbiçilər nə deyir, generallar nə deyir. Hədəflərin rəqəmlərlə əksi var, sıradan çıxarılmış qüvvələrin sayı var, həm şəxsiyyətin, həm generalitetin, həm demək, onların əlində olan silah texnika parkının, deyək ki, sursat anbarlarının, logistika xətlərinin hər birinin rəqəmlərlə əksi var. Və biz əgər böyük bir infografik bir demək, mənzərə hazırlamaq istəsək, bu informasiyaları əlavə eləsək, bizim üçün daha aydın olacaq ki, burada plan var idi ya yox. Bildiniz, yəni nəyi nəzərdə tuturam? Ümumi söz demək ki, hər şey plana uyğun gedir, bu ümumi sözdür. Amma konkret riyazi hesablamalara və hərbi nəticələrə, hədəflərin nəticələrinə uyğun olan rəqəmlərlə əksi var prosesin. 20 günlük, 19 günlük zaman çərçivəsində nə etməyi nəzərdə tutulmuşdursa ediblər. Yəni hədəflərə çatılıb. Bəli, hədəfləri artıqlaması ilə, yəni bu müddət ərzində lazım olan nə idisə onu ediblər. Hədəflər hərbi hədəflər idimi, yoxsa strateji hədəflər idimi? Bəli, strateji hədəflər, hərbi strateji hədəflər, ikisi də paraleldə sıradan çıxarılır. Bunlar da özlüyündə, bu sıradan çıxarılmalar da özlüyündə həm ölkə daxilində mövcud rejimin avtoritet deyirlər də, otoritesinin sarsılmasına, mərkəzdən qaçma qüvvələrinin baş verməsinə, özünüz də girişdə dediniz ki, İsrail kəşfiyyatına kömək etmə məsələsi. Görürsünüz, xalq deyir ki, xalqın arasında mesajlar gəlir ki, Laricaninin yerini onun vasitəsilə, yəni xalqın köməyi ilə müəyyənləşdiriblər, bir cəllad kimi baxır. Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə izolyasiyasına səbəb olublar İranın. Nə fikirləşirdik biz həmişə, müharibə başlamamışdan əvvəl? Bir sual həmişə bizi maraqlandırırdı. Bəlkə mollalar cihad eləsələr nə olar? Belə fikirləşirdik. Biz deyirdik ki, İrana birbaşa, Tehrana hücum olsa, yəni mən şəxsən onu fikirləşməmişəm. Yəni Azərbaycan mətbuatında və dünya mətbuatında belə bir təəssürat və mif var idi ki, İrana hücum olacağı təqdirdə şiə klerikalların hörmətliləri, başçıları cihad elan edəcəklər və bütün yaxın Orta Şərq qan çanağına çevriləcək. Oldu mu? Olmadı. Yəni biz bu sualları verib və bu suallara cavablar tapandan sonra mənzərə daha yaxşı aydın olur. Niyə olmadı? Bax, ikinci sual budur. Çünki proksilər yoxdur. Cihadı kim edəcək? Cihadı əlində silah olan, doktrinlərlə silahlanmış, yəni beyni hazır vəziyyətdə olan və döyüşməyə fanat ordusu lazımdır. Onlar hamısı sıradan çıxarılıb.